Çox ləzzətli, pambıq kimi yumuşaq ballı tort resepti paylaşıram sizlərlə. Bir qazan çayı 125 qram kərə yağı əlavə edib, üzərinə 3 xörək qaşığı bal əlavə edirik. Bal yoxdursa mürəbbə şirəsi də əlavə edə bilərsiniz. Qeyd edim ki, mən kərə yağı seçimimi sabun, təbii, qatqısız premium kərə yağından tərəf etdim. Yağ olan qazançanı qazın üzərinə qoyub vamxodda qarışdıraraq əridirəm. Əriyən qarışımın üzərinə 2 çay qaşığı soda əlavə edib köpürənədək qarışdırıram. Ardından ocaqdan götürürəm. Başqa bir qaba 4 ədəd yumurta, 1 stəkan şəkər tozu əlavə edib çırpıcı ilə qarışdırıram. Sonra əritdiyim qarışımın üzərinə əlavə edirəm. Daha sonra üzərinə 4 stəkan un əlavə edib qarışdıraraq xəmir yoğururam. Ələ yapışmayan xəmir alınır. Xəmiri 10 bərabər kündəyə bölüb daha sonra 10 dəqiqə gözlədib nazik şəkildə yayıb yağlı kağız üzərinə qoyub soba lisinə yerləşdirirəm. Qabarmasın deyə üzərini çəngəllə dəliklər açdım. Daha rahat yaymaq üçün siz kündələri yağlı kağız üzərində də yaya bilərsiniz. Öncədən qızdırılmış 180 dərəcəli sobada alt üst rejimdə üzəri qızarana kimi 3-4 dəqiqə bişirirəm. Xəmir nazik olduğu üçün artıq saxlamayın. Hazırladıqdan sonra isti-isti qıraqlarını qapaq və ya boşqab köməkliyi ilə kəsib artıq qalan qıraqları əzib üzəri üçün saxlayırıq. Krem üçün 1 stəkan yarım şəkər tozu, 2 stəkan süd, 1 stəkan su, 1 ədəd yumurtanın sarısı, 2 xörək qaşığı un, 1 xörək qaşığı qarğıdal nişastası, 1 ədəd vanil qarışdırıb vamxodda bişiririk. Bişirdikdən sonra 1 ədəd vanili yenidən əlavə edirik. İstiliyi söndükdə isə 125 qram kərə yağını əlavə edib çırpıcı ilə qarışdırırıq. Mən tel çırpıcıdan istifadə etdim. Siz mikserdən də istifadə edə bilərsiniz. Krem soyuduqdan sonra tortu yığmağa başlayırıq. Yığacağımız qabın alt hissəsini krem vururam ki, sürüşməsin. Hər qatı kremlədikdən sonra yığdıqdan sonra artıq qalan qıraqları üzərinə əlavə edirəm. Hazırlayacaq olanlara nuş olsun. İzlədiyiniz üçün təşəkkür edirəm.